أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين. أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Değerli Müslümanlar, Təşrik günlərinin artıq ikinci gününü, bayramın ise üçüncü gününü yaşayırıq. Yani bayramdan artıq bir gün qaldı. Sabah bayram tamamlanır. Bayramın tamamlaması ilə bərabər ağ günlərin orucu başlayır. Bilindiği kimi ağ gün bir ayın, her ayın daha doğrusu İslam təqvimi ilə her ayın 13, 14, 15'i tutulan məşhur oruçdur ki bütün Müslümanlar bundan xəbərdardırlar. Elhamdülillah. İslam təqvimi ilə yəni Muharrem, Səfər, Rəcəb bu ayların 13, 14, 15'i Qirqariyan təqvimi yox. Yanvar, fevral, mart. O ayın 13, 14, 15'ine ait değil. İslam təqvimi ilə her ayın 13, 14, 15'i ay dolun olur. Dolun. Yani daire şəklini alır. Resulullah həmişə ay dolun olanda ümmete bunu tövsiye ederdi. Oruç başlandı. Abu Hureyre radıyallahu anhu rivayet edir ki, Avsani halili biselasin la ad'uhunna hatta amut savme selasete eyyami min kulli şahrin ve salati duha ve nevme alel bitar ravahu el-Bukhari. İmam Bukhari'nin 1124 sayılı hadisinde Abu Hureyre radıyallahu anhu böyle buyurur ki, dostum, yani Allah'ın Resulunu deyir, mənə vəsiyyət etmişti. Bu üç gün, bu üç işi heç vaxtı tərk etmə. Heç vaxtı. Hər ay 3 gün oruç tut, yəni ağ günlər nəzərdə tutulur. 3 gün. Duha namazını hər gün qıl və vitir namazını qılmamış yatma. Bu vitir namazı bilindiği gece namazının sonunda kılınan namazdır. Bu Abu Hureyre radıyallahu anhuya belə tapşırılmasına baxmayaraq onun en fəzilətlisi gece oyanıb qılmaqdır. Əlbət Resulullah bir şey bilib, bəlkə də təfsirçilər deyir, onun yorğun, arğın yorğun olması səbəbiyle ona qıl yat ki birdən dura bilməzsən kimi tövsiyəsi olmuştur. Yani bu mesele fərqlidir. Bəli, bunun ayrı dersi vardır, orada buna açıklama verilmişti. Deməli, Allah'ın Resulü öz sahabələrinə bu ağ günü hökmən oruç tutmağı ciddi şəkildə təşviq etdirərdi. Abdullah Amr ibn As radiyallahu anhumadan rivayet olunur ki, Allah'ın Resulü sallallahu aleyhi ve sellem mənə dedi, sen eğer her ay bu 3 gün orucu tutsan, bu senin için her bir günün 10 gün yazılmasıyla nəticələnər. Beləliklə də sen bütün ili oruç tutmuş olarsan. Bütün ili. Bakın, bir ildə 12 aydır. Her ay 3 gün tutanda, 3 gün ona vurulanda edir 30. Allah'ın Resulü de deyir, sen bir ayda 3 gün tuttun, yazıldı 30 gün. Yani bir ay. Her ay bunu devam ettirdikdə, sen Ramazan ayı da bunun içinde olmak şartıyla ömür boyu oruç tutmuş olursan. Sanki her gün oruç sansan, il boyu. İndi gör qiyamət günü.
Bu insan hansı nur ilə gələcək? Reyyan cənnətinin qapıları açılacaq buna. Çünki ömür boyu oruç tutub. Axı bu ömür boyu tutmayıb. Allah ömür boyu yazdırır. Biz kimik ki? Sözün sahibi, cənnətin sahibi yazdırır ki, ömür boyu tutub. Mən ona söz vermişəm. Bir günü 10 gün yazacağam. 3 gün 1 ay edir. Bu bir ayda tutulan 3 gün orucu iki növdür. Bir növü hər ayın 13, 14, 15'i, ikinci növü isə bir ayın içində 3 gün tutmaqdır. Yəni fərq etməz. Ayın neçəsinə düşsün. Ayın neçəsinə düşsün. Çünki Əbu Hüreyrə radiyallahu anhunun rəvayət etdiyi hədisdə Allahın Resulü bir ayın içində 3 gün oruç tutmağı ona tövsiyə etmişdir. Sələsətə əyyəmin min kulli şəhrin. Hər aydan 3 gün oruç tut. Deməli, burada xüsusi rəqəm göstərməmişdi. İstəyərsən birini tutarsan ayın 1'i, digərini 10'u, digərini 20'si. Bu da etdi 1 ay. Fərq etməz. 3 gün tut. Hansı günə düşsün. Bax, bu necə hikmətdirsə, gör Rəbbimiz nə qədər mərhəmətlidir ki, görün burada bizi nə qədər güzəşt etmişdi. Bax, bu şans, bu fürsət əgər hər ayın 13, 14, 15'ində qalsaydı, qadınların adət halı var, bax, ora düşə bilərdi. Həmin qadınlar bu məşhur fəzilətdən məhrum olacaqdılar şəri səbəblərinə görə. İnsanın bəzən xəstələnməsi olur, düşə bilərdi xəstəlik bu günlərə, insan tuta bilməzdi. Səfərə getmək ehtimalları var, səfərə çıxdın, vacib idi. Evinə qonaq gəldi, oruç tuta bilmədin, nə qədər hal ola bilər. Ona görə də açıq qapı qoyulmuşdu. Bir ayın içində. Niyyətini belə edəcəksən. Ağ günün orucunu tuturam. Hansı günə düşsün, fərq etməz. 3 gün tamamlanacaq. Deməli, 2 növ. Bir, hər ayın 13, 14, 15'i, ikinci növü isə bir ayın içində 3 gün. Amma bu ikinin ən fəzilətlisi ayın 13'ü, 14'ü, 15'i tutmaqdır. Ən fəzilətlisi. Yəni, əgər bir qadın adəti halı bu günlərə düşmürsə, salsın 13, 14, 15'e. Və yaxud da ki, səfər işi yoxdursa, bu günlərə salsın. Yox, əgər görsə ki, xeyr, o günlər mənim üzürlü səbəbim olur, o zaman fərq etməz, hər hansı bir günə salsın. Və bu şansı heç kəs qaçırtmasın. Sözün əsli mənasında. Sən bir ömür oruç tutmuş yazılacaqsan. Ona görə bunu dəyərləndirək və bunu vərdiş etdirək və hər kəsə də bunu tövsiyə edək. Deməli, bu ay, hər ayda 13, 14, 15 adəti ki var, yalnız Zilhiccə ayında, yəni İslam təqvimi ilə 12-ci ay, ən son ilimiz bir neçə gündən sonra tamamlanacaq. Muhərrəm ayı İslamın yeni təqvimidir. Təqvim başlayır, yeni il başlayır. Və ona görə də ən sonuncu ayımız Zilhiccə ayıdır. Yalnız bu ayda bu 3 gün orucunun birinci günü, yəni 13'ü bayram günlərinə düşdüyünə görə bircə bu ayda bir gün təxirə salınır. Yəni 13, 14, 15 deyil, Zilhiccə ayında 14, 15, 16 oruc olunacaq Zilhiccənin. Yəni sabahları əslində ayın 13'üdür, amma oruc olmayacaq. Çünki oruç tutmağın haram olduğu günlərdən 4-cü günü sabahdır. Yəni sabah bayramın 4-cü günüdür. Oruç tutmaq haramdır. Belə dəyərli müsəlmanlar, yəni sabahki bayramımızı da Allah mübarək etsin və o günü də qonaq gedib, qonaq gəldi və yeyib içmək günlərinin onunla tamamlayacaq və növbəti gündən, yəni Zilhiccə ayının 14'ü təsadüf edir iyun ayının 10'una.
İyunun ayının 10'u, 11'i, 12'si oruc olacaq. Allah bütün Müslümanlara bu orucu müvəffəq eyləsin. Vəsselamu aleykum və rəhmətullahi və bərəkatuhu.